Əksər cinayətlərdə qatilləri dinləyərkən biz onlara haqq qazandırmasaq da, zərurəti qəbul eləməsək də məntiq istər-istəməz gözümüzün qarşısında sərgilənir. Əksər cinayətlərin qarşısında duran tamah, ehtiras, qisas, qorxu və s. kimi amilləri insan övladı istər-istəməz başa düşməyə çalışır. Lakin elə cinayətlər də var ki, onların niyə baş verdiyi, yəni həmin epizodda bir insanın digərini niyə öldürdüyünü qəbul eləmək, heç cür başa düşmək olmur. Bu cinayət də həmin cinayətlərdəndir. Başlayaq. Bəhs edəcəyimiz bu cinayətdə insanların həmin vəziyyətdəki ruhi durumu, ümumiyyətlə vicdanı, insanlığı hansı həddə olub, bu barədə siz də düşünün. Çünki 2 nəfər gənc oğlan digər bir oğlanı əvvəlcə öldürür, çarpayının altında gizləyir, sonra heç nə olmamış kimi həmin evə gedib bardan 2 qız çağırır və həmin çarpayının üstündə qızlarla əylənirlər. Davamında isə qızlardan biri meyidi görür və bundan sonra faciənin miqyası artmağa başlayır. Həmin cinayət hadisəsinin ilkin siqnalı Xətai rayonu 35-ci polis bölməsinə daxil olan məlumatda var idi. Məlumatda bildirilirdi ki, Əhmədli qəsəbəsi Nəsrəddin Tusi küçəsindəki 6 nömrəli evin 114 nömrəli mənzilində yaşayan Emin Ağayev bir gün əvvəl təxminən saat 19 radələrində evdən çıxıb və geri qayıtmayıb. Emin Ağayev Bakı Biznes Universitetinin 5-ci kurs tələbəsi idi. İlkin sorğu-sual zamanı onun valideynləri Bərdə rayonuna getmək fikrində olduğunu deyirlər və Xətai rayon polis idarəsində dindirilmiş Gülrazi Ağayev bildirir ki, sonuncu dəfə Emin pul qazanmaq məqsədi ilə anasına Bərdəyə gedərək xiyar alacağını və Bakıda 8-ci kilometr bazarında öz təbirincə desək, Vasmoyun bazarında satacağını deyir. Üstündə 50 dollar olduğu halda evdən alver üçün daha 100 dollarda pul götürür və evdən çıxır. Eminin yoxa çıxmasından xəbər tutan İlham adlı dostu Eminin atasına bir nəfəri göstərir, oğlunun məhz onunla Bərdə rayonuna getməyə hazırlaşdığını bildirir. Yəni, həmin şəxsin şəklini göstərir. Atası müəyyən vasitələrlə Bəhruz adlı həmin oğlanın şəhərə Yevlaxdan gəldiyini və Bakıda kirayədə yaşadığını öyrənir. Şübhələri Emin Ağayevin, yəni itkin düşən şəxsin atasını Yevlax şəhərinə Bəhruzun dalınca aparır. O Bəhruzun yaşadığı evi tapır, onun valideynləri ilə görüşür və artıq Bəhruzun Moskvaya getdiyini öyrənir. Əməliyyatçılar tərəfindən iş araşdırılsa da Emin Ağayevin harda olmasına dair faktlar müəyyən olunmur. Düz 8 gün Emin valideynlər tərəfindən axtarılır. Eminin itkin düşməsindən 8 gün sonra Nizami rayonu 24-cü polis bölməsinə Bəhruz Nuriyev küçəsi 27 mənzil 48-də yaşayan Valeh Qəniyev müraciət edərək deyir ki, kirayəyə verdiyi 47 nömrəli mənzildən pis qoxu gəlir. Deyilən ünvana ev sahibi ilə birlikdə yollanan polis əməkdaşları mənzilə baxış keçirərkən çarpayının altında 2 qadın və 1 kişi meyidi, stulun üzərində isə boş siqaret qutusu, 5 ədəd siqaret kötüyü, stəkan, soğan və pivə şüşələri aşkar edirlər. Hadisənin bir neçə gün əvvəl baş verdiyi ehtimal olunur. Ev sahibi bildirir ki, yəni kirayə ev sahibi bildirir ki, 47 nömrəli mənzil də onun ailəsinə məxsusdur. Onun sözlərinə görə oktyabrın 27-sində ev alqı-satqısı ilə məşğul olan İqbal adlı şəxs ona zəng edərək 2 nəfər cavan oğlanın kirayə ev axtardığını deyir və bir neçə saatdan sonra makler həmin uşaqlarla birlikdə onun yanına gəlir. Uşaqlar özlərinin tələbə olduqlarını deyir, ara sıra yanlarına analarının gəlib gedəcəyini bildirirlər. Bəhruz adlı oğlan ona şəxsiyyət vəsiqəsini təqdim etdiyi halda Bəhruzun yanındakı digər şəxs sənədlərinin rayonda qaldığını deyir. Evin 1 aylıq kirayə haqqı olan 100 dolları dərhal onlar ödəyirlər və özlərini də doğma qardaşlar kimi təqdim edirlər.
Noyabrın 1-dən 7-sinədək mənzilə gəlib gedən olmadığı üçün ev sahibi nədənsə şübhələnir və anası ilə birlikdə ehtiyat açardan istifadə edərək içəri daxil olmaq istəyir. Lakin pis qoxu hiss edən kimi qərara gəlir ki, qapını açmasın, birbaşa polis bölməsinə getsin. Bu faktla, bu dəhşətli faktla əlaqədar Nizami rayon prokurorluğunda cinayət işi qaldırılır, istintaq müstəntiq Elşad Abbasova həvalə olunur. Çarpayının altında tapılan meyitlərin şəxsiyyətləri araşdırılarkən müəyyən olunur ki, onlardan biri məhz elə oktyabrın 31-dən itkin düşən, bizim proqramımızın əvvəlində qeyd etdiyimiz Xətai rayon sakini Emin Ağayevdir. Digərləri isə Xaçmaz rayonunda anadan olmuş, 1982-ci il təvəllüdlü Validə Əbdülkərimova və Ağstafa rayonunda anadan olmuş 1981-ci il təvəllüdlü Jalə Nəsirovadır. Ekspertiza müəyyən edib ki, Validə və Jalə ölümlərindən az əvvəl spirtli içki qəbul ediblər və hər ikisi orta dərəcəli sərxoş vəziyyətində olublar. Məhkəmə daktiloskopik ekspertiza rəyində bildirilir ki, siqaret qutusu və stəkanda olan barmaq izləri mərhumlardan heç birinə məxsus deyil. Yəni, orada başqa adamlar olub. Validə Əbdülkərimovanın bacısı istintaqda dindirilərkən mərhumun azyaşlı uşağının olduğunu deyir. Onun sözlərinə görə bacısı bar və restoranlarda işləyib. Oktyabrın 31-də evə zəng edərkən bacısına uşaq üçün yemək alıb gətirməsini tapşırıb. Lakin validə yalnız səhər evə gələcəyini bildirib. Noyabrın 1-i və sonraki günlər ərzində isə bacısı bir daha evə gəlməyib. Araşdırma zamanı hər iki qızın eyni barda, Neftçilər metro stansiyasının yaxınlığındakı VR barında işlədikləri müəyyən olunur. Meyitlər aşkar olunduqdan 3 gün sonra 24-cü polis bölməsinə könüllü gələn Yevlax şəhər sakini Elnur Həsənov bu cinayətləri törətdiyini səmimi etiraf edir. Digər şəxs Bəhruz İbadovun arxasınca Yevlaxa yollanan əməliyyatçılar onu yaxalamağa müvəffəq olmurlar. Atası oğlunun Moskvaya getdiyini iddia edir. Lakin bundan 3 həftə sonra noyabrın 27-sində barəsində axtarış elan olunmuş Bəhruz İbadov Elnur Həsənovun təslim olduğunu eşidir və gec-tez həbs olunacağını dərk edərək könüllü şəkildə Nizami rayon polis idarəsinə gəlir. Dindirilən Elnur Həsənov bildirir ki, yeri gəlmişkən onun bildirdikləri dəhşət saçır və bunu həssas insanların nəzərə almağını xahiş edirik. Onlar oktyabrın 27-sində dostu Bəhruzla Bəhruz Nuriyev küçəsindən mənzil kirayəyə götürdükdən sonra bir gün sonra ayın 28-də Koroğlu metro stansiyasının qarşısında Bəhruz əvvəllər Əhmədli qəsəbəsində ailəsi ilə birgə yaşadığı vaxtlarda tanış olduğu Emin Ağayevlə, yəni itkin düşmüş sayılan hazırda Emin Ağayevlə görüşür. Sonuncu Bəhruz və Elnurun alverlə məşğul olduqlarını eşidərək onlara qoşulmaq istədiyini bildirir. Qeyd edir ki, onun işi çox gəlir gətirmir, o da alver işinə başlamaq istəyir. Ayın 31-də Həsənov və İbadov VR barına gələrək Validə adlı qızla görüşürlər. Söhbət zamanı onu və bir rəfiqəsini kirayə tutduqları mənzilə aparmaq məqsədi ilə validəyə təxminən $40 pul verirlər. Saat 21:30 radələrində Bəhruz Emin Ağayevlə görüşərək onu da həmin kirayə evə gətirirlər. Oturub söhbət edərkən Elnur Eminin onlarla şərik olmasına etiraz edir və burada o elə bir hərəkət edir ki, doğrusu bu hərəkətdə məntiq tapmaq mümkün deyil. Elnur etiraz etdikdən sonra heç bir əsaslı səbəb olmadan qəflətən Emin Ağayevin sifətinə möhkəm zərbə endirir. Sonuncu yıxıldıqdan sonra dizləri ilə sinəsinə oturaraq baş nahiyəsinə ardıcıl zərbələr endirir. Daha sonra isə onun sağ qolunu dirsək nahiyəsindən qırır. Bundan sonra İbadovla birlikdə onu boğaraq qətlə yetirirlər. Meyidi çarpayının altına uzadırlar. Təxminən gecə saat 1 radələrində həmin bara yollanırlar. Validə və Jalə adlı qızları götürərək ayrı-ayrı taksilərlə
kirayə tutduqları mənzilə qayıdırlar. Qızların evdə çarpayının altında meyit olmasından xəbərləri olmur. Onlar elə meyit olan otaqda, altında meyit olan çarpayda qızlarla əlaqədə olur, əylənirlər. Elnur valideyn ilə eyvanda siqaret çəkərkən otaqdan qızlardan birinin Jalənin qışqırıq səsini eşidirlər. Elnur Həsənov həmin an anlayır ki, qız meyidi görüb. Heç Jalənin yanına gedib niyə qışqırdığını soruşmadan siqaret çəkməkdə olan validənin boynunu qırır. Daha sonra onun qolunu qıraraq Jalənin yanına qaçır. Görür ki, Bəhruz Jalənin ağzını tutaraq onu sakitləşdirməyə çalışır ki, qonşular eşitməsin. Bəhruzun qızı sakitləşdirməyi bacarmadığını görən Elnur öncə qızı yumruqla vurur, divara dəyib yıxılan Jalənin də qolunu və boynunu qırır. Qəribədir ki, qatil hər üç qurbanının boynunu və qolunu qıraraq öldürür. Qızları qətlə yetirdikdən sonra cəsədlərini Emin Ağayevin yanında çarpayının altına uzadırlar. Həsənov mərhum Ağayevin şalvarının cibindən $150, validə və Ülviyyənin çantalarından isə ümumilikdə $50 pulu götürür. Qızların cibindən götürdükləri $50-ın 40-ını da elə özləri vermişdilər. Eminin paltarlarını soyunduraraq yerdəki qanı silirlər, sonra paltarı küçədəki ağaclığa atırlar. Elnur Bəhruza $60 verərək ona Yevlaxa qayıtmasını tapşırır. Özü isə Bakıda qalır. Meyitləri mənzildən çıxarıb başqa yerə atmaq məqsədi olsa da, Elnur Həsənov bunu bacarmır, yəni meyitlərə gücü çatmır. 1-2 gün həmin evdə qaldıqdan sonra otaqdan iyi gəldiyini görür, oranı tərk edir. Noyabrın 1-də şəhərdə bir qədər gəzdikdən sonra kirayə qaldıqları evə qayıdarkən uzaqdan binanın qarşısında içərisi adamlarla dolu 2 maşın görür və meyitlərin artıq tapıldığını düşünür. Qorxusundan birbaşa avtovağzala gedərək Yevlax rayonuna gedən avtobusla şəhəri tərk edir. Füzuli Qubadlı Hərbi Qarnizon Məhkəməsinin 2000-ci il 23 iyun tarixli hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilən Elnur Həsənov və əvvəllər məhkumluğu olmayan Bəhruz İbadov barəsindəki cinayət işi baxılması üçün ağır cinayətlərə dair işlər üzrə məhkəməyə göndərilir. Həsənov elan olunmuş ittiham üzrə özünü təqsirli bilir. O ifadəsində hər üç şəxsi təkbaşına öldürdüyünü və bu hadisədə İbadovun heç bir günahı olmadığını vurğulayır. Mərhumun anası isə məhkəmədə bildirir ki, bu qətl əvvəlcədən planlaşdırılmış bir əməldir. Bu pula görə törədilib. Onun oğlu Emin Ağayevi Bəhruz tanıyıb, ona dəfələrlə deyib ki, rayondan xiyar alver edə bilərlər və oğlunu işdən çıxartdıraraq bu işə qoşub və onu öldürmək planı qurublar. Yəni bu tamah məqsədi ilə görülən bir cinayət əməlidir. 2003-cü ildə ağır cinayətlərə dair işlər üzrə məhkəmənin hökmü ilə 1981-ci il təvəllüdlü Elnur Həsənov ömürlük azadlıqdan məhrum edilir. 1982-ci il təvəllüdlü Bəhruz İbadov isə 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunur. TV11 YouTube kanalı sərfəli reklam şərtləri təqdim edir. Ay ərzində milyonlarla baxış, milyonlarla insan diqqəti istəyirsinizsə, öz məhsullarınızı bizim kanalımızda sərfəli şərtlərlə effektiv şəkildə reklam edə bilərsiniz. Bunun üçün 070 291 78 98 nömrəsindən əlaqə saxlaya, eyni zamanda WhatsApp vasitəsilə yaza bilərsiniz.